salındı, sesi çatanda bulağıma. Bu dəhşətli mənzərə yaş gətirdi yanağıma. 11 ili başa vurub bu məktəbdə qoyduq iz. Gülən var, ağlayan var, çünki ayrılırıq biz. Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtdik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ. Talih yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri.
yatmışam sər-sər. Məktəb olub mənim ana mənzilim, məqamdı yetirməlim 11 ilim. Əlvida söyləməyə gələr dilim, axşam evdə yatmışam sər-sər. Məktəb olub mənim ana mənzilim. Ayrılmaq istəmirəm dostlar, o günü gözləmirəm dostlar. Ayrılmaq istəmirəm dostlar, o günü gözləmirəm dostlar. Ayrılmaq istəmirəm dostlar, o günü gözləmirəm dostlar. Ayrılıq yıxır məni, yandırıb yaxır məni. Həyəcan sıxır məni, son zəngimə az qalıb. Ayrılıq yıxır məni, yandırıb yaxır məni. Həyəcan sıxır məni, son zəngimə az qalıb. Sonuncu zəng salındı, səsi çatanda bulağıma. Bu dəhşətli mənzərə yaş gətirdi yanağıma. 11 ili başa vurub bu məktəbdə qoyduq iz. Gülən var, ağlayan var, çünki ayrılırıq biz. Mən əvvəl yuxu bildim, yox həqiqətdir bu. Anladım ki başlayan ilk acı həsrətdir bu. Keçsə də neçə illər, bu günlər unudulmaz. Məktəbə müəllimlərə olan məhəbbətdir bu. Məktəbə müəllimlərə olan məhəbbətdir bu. Sonuncu zəng salındı, səsi çatanda bulağıma. Bu dəhşətli mənzərə yaş gətirdi yanağıma. 11 ili başa vurub bu məktəbdə qoyduq iz. Gülən var, ağlayan var, çünki ayrılırıq biz. Xatirələr əzizdir, doğma şirindir şirin. Mən də məktəb illəri görüb sevmişəm birin. Biz sevib ayrılmışıq, siz sevin ayrılmayın. Heç nə o xoş hisslərin əvəz edə bilməz yerin. Heç nə o xoş hisslərin əvəz edə bilməz yerin. Sonuncu zəng salındı, səsi çatanda bulağıma. Bu dəhşətli mənzərə yaş gətirdi yanağıma. 11 ili başa vurub bu məktəbdə qoyduq iz. Gülən var, ağlayan var, çünki ayrılırıq biz.
təsir eləyir. İndi ötən ki anlar mənə pis təsir eləyir. İndi ötən ki anlar. Sonuncu zəng salındı, səsi çatanda qulağıma. Bu dəhşətli mənzərə yaş gətirdi yanağıma. 11 ili başa vurub bu məktəbdə qoyduq iz. Gülən var, ağlayan var, çünki ayrılırıq biz. Sonuncu zəng salındı, səsi çatanda qulağıma. Bu dəhşətli mənzərə yaş gətirdi yanağıma. 11 ili başa vurub bu məktəbdə qoyduq iz. Gülən var, ağlayan var, çünki ayrılırıq biz. Hamımız bundansız. Hamınızı təbrik edirəm. Gələcək həyatınızda hamınız olacaq. Özümə və bütün sinif yoldaşlarıma gələcək həyatımda uğurlar arzulayıram. Özümə və bütün sinif yoldaşlarıma gələcək həyatımda uğurlar arzulayıram. Mazlum haqqınız mübarək. İnşallah buradan çıxıb bir çox faydalı olur. Universitetə getmək arzusuyla hədisi edirəm. Sağ olun. Hamını təbrik edirəm, hamımızın bazıları Tebrik edirəm hamısını. Can sağlığı, özləri. Bizim kimi 11-ci sinif bir daha gəlməyəcək. Sağ olun, yaxşılar. Sizi çox istəyirəm. Sinif başlarımız olurlar. Xoş günlər arzu edirəm. Bütün sinif yoldaşlarıma uğurlar arzulayıram. Onlara çox şanslıyorum. Salam uşaqlar. Salam. Əyləşin. Bugün nə gözləmir? Əziz uşaqlar, bugün sizin məktəbdə son gününüzdür, orta məktəbdə son gününüzdür. Amma bugünkü gün həm də sizin müstəqil həyata açılan bir gününüzdür. Yəni bugündən etibarən siz müstəqil olaraq həyatda fəaliyyət göstərəcəksiniz. Əlbəttə ki, bütün sizin özünüzün də, valideynlərinizin də, bizim də arzumuz odur ki, siz gözəl bir insan kimi yetişəsiniz. Eyni zamanda bütün valideynlərin bizim və sizin arzumuz da odur ki, gedib ali təhsil alasınız, təhsilinizi davam elətdirəsiniz, müxtəlif peşələrə, sənətlərə yiyələnəsiniz. Həyatda sizə uğurlar arzu edirəm. Harada olmağınızdan asılı olmayaraq, bilin ki, biz müəllimlər sizin uğurlarınıza sevinirik. Fərq eləməz hansı sahada sən çalışacaqsan, sən sabah hər hansı bir sənətin sahibi olsan, peşənin sahibi olsan, fərq eləməz. Əsas odur ki, gözəl bir insan ol, gözəl vətəndaş ol və öz ailəvin, öz məktəbin, öz valideynlərinin sənə olan ümidlərini doğru. Bizim sizə yenə arzumuz sizi xoşbaxt görməkdir. Hər birinizə uğurlar arzu edirəm. Hər kəs öz arzusunun ardınca gedərsə, ona bu işdə uğurlar arzu edirəm. Sağ olun və tədbirimizin sonunda bir daha biz sizlə sağlaşarıq, görüşərik. İnşallah sabahki gündə tədbirimiz var. Saat 6-da tədbir başlayır. Buna görə mən məsləhətləşdim uşaqlarla. Saat 5-də mən qazilə deyəcəm, 5-də çıxacaq qazı. Həmişə ki, abidənin yanında 5-də qazı çıxacaq. Ona görə hər kəs
vaxt gəlib, belə indiki kimi vaxtı da dirənməyin. 5-10 dəqiqə qalmış, 5-5 dəqiqə qalmış, gəl bilən, qal ki, gözlə gilən ki, tədbirə vaxtında gedə bilərsən. Daha yəqin ki, heç bir məşğələsi yoxdur, deyə bilməz, mən məşğələdə edim, filandır. Bu tədbirdə gərək vaxtında iştirak edəsən, gözəl şəkildə iştirak edəsən. Sağ olun, sizə uğurlar arzu edirəm. Zamanla oynamak olar mı söyle, illeri kaytarmak olar mı söyle. Uşaqlıq günlerim düştü yadıma, mektep illerini sen de hatırla. Yadında gizli mektuplar, ilk müebbet, ilk bakışlar, beraber gittiğim yollar bize ağlar. Dünyanı boş biz sanırdık, bilmezdik nedir ayrılık. Heyif kadrini bilmedik, ne yitirdik. Biri yetişir. Bugün məktəblə vidalaşan məzunlarımızı alqışlarla qarşılamağın vaxtıdır. 11 il ərzində bu məktəbdə bilik qazanan, dostluqlar quran, uğurları ilə məktəbimizin adını yüksəldən məzunlarımızı səhnəyə dəvət edirik. Düşünüyor o şirin
Və indi isə məktəb həyatına ilk addımlarını atan, gələcəyimizin ümidləri olan balaca birincilərimizi qarşılayırıq. Şagirdi hamımızın adı, elə bil ki boyumuza eyniydi. Aman Allah ne xoşbəxtlik biz onda, bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz, bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün ağırdı, min arzuna alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümdən şirin ruhu, qaygısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin ruhu, qaygısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmakta bizim için ne asandı ne asan. Habersizlik ömrümüze biz her talih yazan bozulmayan yazıdan. Dünya hele bizim için ağırdı, bin arzına alışırdık, yanırdık. Hörmətli qonaqlar, tədbirimizə Azərbaycan Respublikasının dövlət himni ilə başlayırıq. Hamınızı ayağa qalxmağa dəvət edirik.
vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edirik. Allah rəhmət eləsin. Hörmətli qonaqlar, indi isə məktəbimizin inkişafında böyük əməyi olan, hər zaman şagirdlərimizin uğurlarına dəstək göstərən məktəb direktoru Kəminə müəlliməni çıxış etmək üçün səhnəyə dəvət edirik. Salam hörmətli qonaqlar, əziz 11-cilər və 1-cilər. Başda mən məktəbimizin dəyərli müəllimi, təqaüddə olan müəllimi, tarix müəllimi olmaqla bütün müəllimləri salamlayıram. Bugünkü son zəng tədbirində hər birinizi xoş gördük. Əvvəlcə mən tədbir iştirakçılarından xahiş edirəm ki, bizim bu 11-ciləri bugünkü tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin göndərdiyi təlimata uyğun, nizam-intizamlı, məktəbli formasında tədbirdə çox yüksək səviyyədə iştirak elədiyi üçün onları ürəkdən alqışlamanızı xahiş edirəm. Dəyərli qonaqlar, bildiyiniz kimi bu tədris ili bizim üçün biraz fərqli oldu. 2025-2026-cı tədris ili başlayanda bizim kollektivimizə xoş bir xəbər gəldi. Bu da məktəbin təmiri ilə bağlı idi. Bu məktəb 1990-cı ildə tikilib istifadəyə verilmişdi və o müddətdən bu dövrə qədər bir-iki dəfə cari təmir işləri aparılmışdı. Əsaslı təmir işi bu məktəbdə aparılmamışdı. Və bu bizim üçün çox sevindirici bir hal oldu. Və bu tədris ilini biz təmirlə əlaqədar olaraq kəndimizin digər məktəbi Şağacı 2 nömrəli məktəbdə davam etdirməli olduq. Və bu bir ərzində çətinliyimiz oldu, ikinci növbə işlədik. Bunun üçün müəllimlərimiz, şagirdlərimiz, sinif rəhbərlərimiz əlindən gələni etdi ki, tədrisdə davamlılığı, tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər bir şərait qurulsun. Buna görə müəllim kollektivinə, şagirdlərə və valideynlərə təşəkkürümü bildirirəm. Və eyni zamanda qarşıdakı tədris ilində bizi müasir standartlara cavab verən, gözəl, təmirli bir məktəb gözləyir. Bu məktəbin tikilib, təmirə verilməsi, yenidən təmir üçün lazımi şəraiti yaratdığı üçün başda dövlət başçımız İlham Əliyevə, rayon icra başçımız Qəzənfər müəllimə və eyni zamanda Elm və Təhsil Nazirliyinin rəhbəri Emin müəllim və Lənkəran Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz müəllimə təşəkkürümüzü bildiririk. Və eyni zamanda bu gün bizim tədbirimiz əslində digər məktəbdə keçirilməli idi. Amma regiondan təmir tikinti İdarəsinin müdiri Emin müəllimdən biz xahiş elədik ki, bizə şərait yaratsın ki, məktəbin həyətyanlıq sahəsində öz tədbirimizi keçirə bilək. Çünki inşallah yeni tədris ilində bu məktəbin açılışı olacaqdır. Belə bir çətin prosesləri keçərək artıq demək olar ki, məktəbimizin son tədbirini təşkil etməyə nail olmuşuq. Və bugün biz 11-cilər haqqında deyə bilərəm ki, məktəbin təlim-tərbiyə prosesində faal olan, yüksək nəticələr göstərən şagirdləri olan və müxtəlif fən müsabiqələrində, olimpiyadalarda fərqlənən şagirdlərlə sağollaşırıq. Bizim üçün bu şagirdlərin hər biri dəyərli, hər biri əzizdir. Bu il 11-ci siniflər buraxılış imtahanında əvvələn onu deyim ki, bizim qabağımızda hədəflər var idi, hədəflər qoyulmuşdu. İstər 11-cilər, 9-cu sinif və 6-4-cü siniflərlə əlaqədar.
Birinci növbədə 11-ci sinifləri ona görə təbrik edirəm ki, yüksək nəticə topladıqları üçün hal-hazırda biz o hədəfə çatıb və 11-ci sinifin nəticələrinə görə o hədəfi artıqlaması ilə keçmişik. Və eyni zamanda 9-cu sinifin nəticələri də elan olundu və yenə də orada da bizim hədəf qoyduğumuz rəqəmi keçməyə nail olduq. İnşallah 6 və 4-cü siniflər yeni imtahan verilib. Bunlar da nəticələr elan olacaq və inanıram ki, biz orada da istədiyimizə nail olacağıq. Mən bir bu şagirdlərin, yəni buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərin adlarını çəkmək istəyirəm. Bu şagirdlər 11-ci sinifdə hal-hazırda 17 şagirdimiz təhsil alır. Onlardan birinci növbədə mən qeyd eləmək istəyirəm. Rüstəmzadə Fatimə Sülhan qızı maksimum 300 baldan 273 bal toplayaraq ilk yüksək nəticə rayon üzrə göstərən şagirdlər arasında 5-liyə daxil olmağı bacarmışdı. Digər şagirdimiz isə Rəhimov Ulvi İslamoğlu 259 bal toplayaraq o da yüksək nəticə toplayan şagirdlər sırasında hesab olunur və hər iki şagirdimiz 11-ci sinifi bitirmə haqqında fərqlənmə atestatına layiq görülürlər. Buna görə şagirdlərimizi bir ürəkdən alqışlayaq. Digər şagirdimiz Rəhimova Tamara Habil qızı 223 bal toplayıb, 300 baldan 223 bal. Quliyeva Fidan Kənan qızı 201 bal. Əsadova Zəhra İmran qızı 192 bal. Mikailova Ceyran Hüseynağa qızı 181 bal. Əsadov Novruz Bəxtiyaroğlu 161 bal toplayaraq yüksək nəticə göstərmişdilər. Bu şagirdlərimizə ürəkdən alqışlayaq. Artıq bu şagirdlərimiz buraxılış imtahanlarının nəticələrini bilirlər. Buluq imtahanı veriblər hal-hazırda. O imtahan nəticələrini gözləyirlər və bunlardan həmin o 7 şagirdin ali məktəbə qəbul olmaq şansı yüksəkdir və mən düşünürəm ki, onlar artıq həmin istədiyi universitetlərin tələbəsi hesab olunarlar. Eyni zamanda onu deyim ki, bu şagirdlər arasında inşallah kollecə və peşə məktəblərinə də yönələnlər olacaq və yenə də keçən tədris ilində olduğu kimi bu ildə istəyimizə nail olacaq ki, yəni bütün şagirdlərin məktəbi qurtardıqdan sonra müəyyən təhsil ocaqlarına yola salacaq və bu bizim üçün böyük bir uğur hesab olunur. Mən istəyirəm ki, uğurlu nəticə əldə edən şagirdləri, bizim fəxri fərmanlarımız var, yəni onları təqdim eləyək. Birinci növbədə Rəhimov Ülvi İslamoğlu buraxılış imtahanında yüksək nəticə 259 bal topladığı və təlim-tərbiyə prosesində göstərdiyi nümunəvi davranışına görə onu təbrik edirik. Rəhimova Tamara Habil qızı buraxılış imtahanında yüksək nəticə 223 bal topladığından və təlim-tərbiyə prosesində göstərdiyi nümunəvi davranışına görə təltif olunur. Tamara xanımı dəvət edirik. Quliyeva Fidan Kənan qızı buraxılış imtahanında yüksək nəticə 201 bal topladığı üçün və təlim-tərbiyə prosesində göstərdiyi nümunəvi davranışa görə təltif olunur. Təbrik edirik. Bu tərəfə gəlin.
Alqışlayın. Əsədova Zəhra İmran qızı buraxılış imtahanında yüksək nəticə 192 bal topladığından və təlim-tərbiyə prosesində göstərdiyi nümunəvi davranışa görə təltif olunur. Təbrik edirəm. Mikailova Ceyran Hüseynağa qızı buraxılış imtahanında yüksək nəticə 181 bal topladığından və təlim-tərbiyə prosesində göstərdiyi nümunəvi davranışa görə təltif olunur. Alqışlayın. İxtiyaroğlu buraxılış imtahanında yüksək nəticə 161 bal topladığından və təlim-tərbiyə prosesində göstərdiyi yüksək nəticəyə görə. Alqışlayın. Müəyyən səbəblərdən Fatimə bu tədbirdə iştirak edə bilmir. İstəyirəm onu da dəvət edim. Rüstəmzadə Fatimə Sülxan qızı buraxılış imtahanında yüksək nəticə 273 bal topladığı və təlim-tərbiyə prosesində göstərdiyi nümunəvi davranışa görə təltif olunur. Təbrik edirik, uğurlar arzulayırıq. Mən indi də istəyirəm ki, bu şagirdlərin bu ərsəyə gəlib çatmasında xüsusi rolu olan bəzi müəllimləri də təltif edək. Birinci növbədə məktəbimizin qocaman müəllimi, 11-ci sinifin sinif rəhbəri Qoliyev Nəcəf Kərimoğlu. Məktəbin 11-ci sinif şagirdlərinin sinif rəhbəri kimi göstərdiyi məsuliyyət və fədakar fəaliyyətinə görə və məzunlarının uğurlu nəticəsinə görə təltif olunur. Alqışlayaq. 11-ci sinifin ilk müəllimi olan Əhədova İlhama Fərman qızı. İlhama müəllimənin də sinifləri həmişə məktəbdə fəallığı ilə seçilir. 11-ci sinifin yüksək nəticə əldə etməsində, eyni zamanda inanıram ki, bu birincilər də onlardan da 11-ci sinifdən də daha yüksək nəticə əldə edəcək. Onun üçün müəllimə əlindən gələni eləyir. Buyurun. Sizi təbrik edir və təltif edirik. Çox sağ olun. Alqışlayayım müəllimlərimizi. Bayaqları mən qeyd elədim, 11-ci sinifdə dedim hədəfi keçdik. Eyni zamanda 9-ların buraxılış imtahanında da lazım olan hədəfi biz keçməyi bacardıq. Və nəticələri təhlil edəndə gördük ki, 3 fən üzrə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənni üzrə ən yüksək nəticə məhz Azərbaycan dili fənni üzrədir. Ona görə də 9-larda həm 9A, həm də 9B-də Azərbaycan dili fənnini tədris edən İbadova Xəyalan Nizami qızı. Təbrikdən ötürü dəvət edirik. Buraxılış imtahanında şagirdləri göstərdiyi yüksək nəticəyə görə. Alqışlayaq. Eyni zamanda 9-cu sinifdə
onların da ilk müəllimi olan, bizdə 2 sinif var əslində. Bir müəllim hazırda təqaüddədir, üzürlü səbəbdən tədbirdə iştirak edə bilmir. Digər müəllimə isə Səmədova Ruhiyyə Sakit qızı, həm də müəllimə 4-cü sinifdə tədris aparır. Uşaqlar imtahan verib, inanıram ki, orada da istədiyimiz nəticəni əldə edərik. Müəlliməni dəvət edirik tərtibdən ötürü. Səmədova Ruhiyyə Sakit qızı. Şagirdləri buraxılış imtahanında yüksək nəticə əldə etdiyi üçün. Alqışlayaq. Bir daha şagirdlərimizi, müəllimlərimizi belə deyək, tədris ilini uğurlu başa vurduğumuz üçün, müəyyən nəticələrimiz olduğu üçün ürəkdən təbrik edirəm. Üzümü tuturam 11-ci siniflərə. Əziz balalarım, mənim dəyərli 11-ci sinif şagirdlərim. Mən bu tədbir ərəfəsində də dəfələrlə sizlə danışmışam. Bugün də bayaqları sinifdə danışdım. Siz hər biriniz mənim üçün əzizsiniz, dəyərlisiniz. Sizin uğurlu nəticəniz bizim nəticəmizdir. Bugün siz 11-ci sinifi bitirib məzun olursunuz. Belə deyək, həyatın daha başqa bir mərhələsinə qədəm qoyursunuz. İnanıram ki, o mərhələyə addımlarınız uğurlu olacaq, düşərli olacaq. Həmişə yaxşı sadalarınızı eşidəcəyik. Biz sizə həmişə baxıb fəxr edəcəyik, qürurlanacağıq. Çünki mən bu uşaqlar, şagirdlər arasında görürəm ki, həqiqətən də gələcəkdə kəndimizi, vətənimizi, xalqımızı təmsil edəcək qabiliyyətli olan şagirdlər var və bunlar cəmiyyətdə həqiqətən də öz uğurlu yerini tapa biləcək şagirdlərdir. Sizin hər birinizi bağrıma basıram, öpürəm. Məzun adınız mübarək olsun. Təbrik edirəm. Əziz 1-ci siniflər, İnşallah ki, bu uğurlu estafeti 11-cilər 1-ci sinifə ötürə biləcək və 1-cilər də 9-cu sinifin nəticələrində, 11-ci sinifin nəticələrində fərqlənəcəklər. Bu gül fidan ballara qarşıdakı 11 il ərzində yalnız uğur, xoşbəxtlik, valideyn nəzarəti, müəllim nəzarəti, eyni zamanda şagird məsuliyyəti arzulayıram. Onları da təbrik edirəm, öpürəm, bağrıma basıram və çıxışımı sonlandırıram. Bir daha çox sağ olun, təşəkkür edirəm. Hörmətli tədbir iştirakçıları, Astara rayon İcra Hakimiyyətinin başçısı Cənab Qəzənfər Ağayevin məzunlara təbrik məktubu var. Təbrik məktubunu söyləmək üçün söz məktəbin təşkilatçısı Şirməmmət Həmzəyevə verilir.